Veleqan vlogu gəldi. Deməli, Veleqandayım sizə qısacası rayon havası göstərəcəm. Amma kanalıma keçmədən önce bir abone olun ki, belə videolarımıza abone olun. Bir də like atın. Bu arada saçım necədir? Neyse, ola bilsin pərdə vlogu da gələr. Yavaşdan keçək. Əgər bu video yaxşı tutsa, bunun pərdə vlogu da gələ bilər. Onun üçün də bir dənə kanala abone olun ki, like atın. Yəni qısacası sizə səsli bir şəkildə göstərəcəm. Deməli mən hardayam? Mən evdə deyiləm. Evdə olmamam üçün də nənəmgilin evinə gəlmişəm və sizə orada bir ətrafı göstərəcəm. Necədir, necə deyil. Təbii ki, nənəmgilin evindəyəm. Nənəmgilin evində göstərəcəm. Əgər videonun davamını istəyirsinizsə, yəni öz evimizdə göstərərəm. Öz evimizdə çox da bağ yekə deyil deyə göstərmədim. Amma burada bağ yekədir, hər yer yekədir deyə daha yaxşı. Burada yaxşı sizə göstərəcəm. Bu arada qəşəng bir dənə belə yataqda uzanmışam. Sizə göstərim. Baxın. Belə uzanmışam, elə-belə otururum. Sizə hər şeyi detay göstərəcəm. Amma da kanalıma abone olun, qardaşım. Abone bir düşdü, bir qalxdı, bir düşdü, bir qalxdı. Bir 9.000 olamadım ya, bir like atın. Benim kurum, neyse. Dostlar, deməli yavaşdan başlayaq. Oy, bu ne de? Allah bilir neçənci ildən qalıb bu. Neyse, deməli. Deməli nəsə bir mənası var ki, qoyublar buna. Deməli, yavaşdan göstərim sizə. Bir dənə bir mənzərə göstərəcəm. Halbuki o mənzərədən sonra sizə hər ətrafı göstərəcəm. Bu arada pərdə vlogu da gələcək. Onu da kanala abone olun. Keçək. Bir dənə mənzərəyə baxın. Biraz işığı artırın. Yəni, belə bir baxın. Yəni, burada təbii ki, normal bir bostan kimi bir şey düşünək. Burada toyuqlar seçin. Toyuqlarımız. Və bunun da arkasında, nə bilim, ot yığmaq üçün, nə bilim, ot mu, deyil. Orada yaşıl bir şey var. Burada göydü, möydü o yetişir. Bunun o tərəfində isə ağaclar var. Sənin mən. Bəli, belə bir də mənzərəmiz var. Gün oradan batır. Sizə dostlar. Və sizə nə göstərim? Belə bir həyətdir. Belə bir həyətdir. Həyətin bir tərəfində o bostana gedəcək və bostanın əkildiyi bəzi ağaclar var ki, halbuki bu ağacların əkilmə qaydaları və yaxud da əkilməsi üçün nə lazımdır, onlar göstərilir və sizə də bostanı göstərəcəm. Bostan nədir filan. Orada yaşıl şey var. Ekranı qoyaram o. Və dostlar, yəni belə. İndi keçək yanlara, yan izlərə. Al, mənə burada nə kim var? Deməli. Belə bir yer düşünün. Evi göstərməyəcəm, evi maraqsızdır ya, evi nəyi göstərmir. Yəni, klasik rayon Range Cruiser'i. Range Cruiser'i nə dalar? Range Rover'i. Neysə. Bu nə də? Onun içində adam var. Neysə. Uy. Bu nə yaxşı da belə. Və dostlar, belə düşünün. Ora bir darvaza. Səs gələ bilər, o qonşudandır. Uy. Bu arada yanıma deyəsən bir dənə əmim oğlum gəlir o dalboyub. Neysə. Belə bir şey düşünün. Bu həyətdir. Həyətdə nə bilim futbol falan oynayırıq. Orada top var. Evim də çatqatını göstərəcəm. Yəni belə. Ev yəni belə. Adamlara salam ver. Gerçək yanına. Mən YouTube'da video çəkirəm. Dələ kanalıma abone olsunlar. Kanalıma versinlər. Sənə davam edəyək. Onda gəl. Deməli dostlar, sizə bəzi yerlər göstərdim. İndi biraz həyəti göstərdim. Dedim ki, evi göstərməyəcəm. Evi heç kim göstərmir. Burada günə yansıyan bir dənə yer var. Gün bura yansıyır və günün batdığı yer bu tərəfdir. Təbii ki, mən nənəm gilli olduğu üçün burada tam torpaq ərazidir və burada hər şey göstərilir. Uşağın dediği şeylere bakayım. Oy kardeşim. Bir tane çəkil Hüseyin, bir tane çəkil. Şimdi içine tok koysan da sende. Bəli dostlar, burada bir tane top var. Top ne işe yarayır diyeyim. Topu götürürlər, çevirir, neyse.
Neyse. Biz otaq getsin. Ev biraz təmirdə olduğu üçün biraz şeyler olabilir. Size biraz çöldən bəhs edeyim. Bu ərazi 20 yanvarda yerləşir. Yəni Bakıda yox ha. Beyləqanın 20 yanvar ərazisində bir evdir. Yolu göstərim. Buradan belə sonsuza doğru belə gedir. Yəni o tərəf çıxır xəstəxanaya filan. Şey gəlsin ki. Və bəli. Ay yavaş. İndi sizə qısa bir metrajlı, yaxşı bir senaryo çəkəcəm. Onu da indi görəsiniz. Senaryo necə olacaq? Sudan belə keçəcək, ətrafı göstərəcək. Belədir də. Bizə başqa nədən bəhs edeyim? Təbii ki, bu tutanı bir yarım saatlıq olmalıdır ki, bir adamlar bir baxsın görün Beyləqan necədir, nə edir? Bərdə vlogu gələcək. Amma bilmirəm, Bərdə gələr mi, gəlməz mi? Ona tam yəni söz vermirəm. Həyata bir belə bir şəkildə baxaq. Təbii ki, biraz iş filan gedir, ona görə belədir. Gün batır oradan. Gün batırdı oradan. Gün çıx. Dənə. Neyse güya ki. Bəli dostlar, sırada nə var? Sırada bilmirəm nə var. Su gəlsin. Bostan göstərdi, onu göstərdi, bunu göstərdi. Hə, bir də mənim hər nənəm gilə gəldikdə elə belə, yəni dincəlmə yerimi göstərəcəm. Dincəlirəm belə, elə belə. Burada ağaclar filan gedir, yetişir. Və burada quşların olduğu yer var. Və burada səlis bir limuzin. Ne edirik? Burada üstündə təbii ki uzanmırıq. Burada bir dənə şey var, cırıq. Cırıq. Şu an gizlincə çəkirəm, bilmir. Nəsə, bilir əslində. Və burada belə otururam qardaşım. Belə otururam, belə uzanmam. Bu da belə də yanımda oturur, belə. Sən indi işinmə. Neysə. Dostlar, yəni başqa mağaranı göstərim sizin üçün. Təbii ki, neysə gizləməyim. İndi biraz sizlərə bir şey göstərəcəyəm. Bu pis variantdır. Tuvaleti göstərəcəm. Əslində bundan da yaxşı tuvalet var evdə. Prosto bu hər ihtimala qarşıdaydı, baxma. Adamlar filan gəlib bura. Neyse. İndi neyini? Ayak neyini ya? Başka her şey gösterdi de burada da bir tane balaca var. Uy. Na 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 na. Nay nay nay. Bu videonu hardasa montajlamak için tutanı bir maksimum 1 saatimi təmiz alacaq da, onu bilirəm ki. 1 saatimi uşağı təmiz alacaq. Çünkü burada birinci ətrafı göstərəcəm, birinci var da. Uşaqda beyin yox, biz də niyək bilinmir. Neysə, belə. Başqa bir ara heç bir yer göstərməyim. Bunu göstərməliyəm. Azərbaycan bayrağımız. Təbii ki, orada sallanmalıdır. Belə bir sizə qısacası yol göstərim, o sizə işim gəlmir. Bir belə və bir belə. Sizə dostlar, video bura qədər idi. Kanalım Hüseyin, çıx getdi qardaşım. Eləmə də sən. Neyse dostlar, bax bunu bağlar. Təbii ki, burada belə şeylərə çox da önəm verilmir. Çünki burada hamı bir-birini tanıyor. İndi baxın, sizə bir hərəkət edəcəm. Telefon əlindəykən bilmirəm nəyə baxın. Ha, göstər. İndi bax, indi sənə. Sən mənə çək bir dənə belə.
Əlivi kameradan götürsün. Bakın dostlar. O sıra. Söysün. Ay, kameradan Əlivi çəkin, məni göstərir. İndi topu göstər, topu. Baxın. Allah, ayağım getdi. Allah. Dostlar, biraz videonu partladınca paylaşın, izlənsin də qardaşım. Düzdür, short videolarım tutur. Amma biraz videolarda tutsun da. Çünki bu boyda 10 min yaylayır. Neyse. Videomuza bura gedək. Kanalıma abone olun. Like atın ki, belə videolarımız davam etsin. Hər yer göstərdim. Bəzi məqamlar var ki, onları halbuki göstərəmədim. Ev kimi bir yer. Sizə elə belə bir şey deyəcəm. Bilməm, bu olacaq mı, olmayacaq mı? Baxın. İndi belə bir şey düşünüyorum. Oy, bir dəqiqə, təzdən. Neyse de böyle bir şey gelir. Neyse dostlar, videomuz buraya kadar. Kanalıma abone olun ki böyle videolarımız devam etsin. Ola bilsin ha. Ola bilsin ki harayla Bərdə vlog gələ, Bərdə bax. Ola bilsin ki, tam demirəm. Neyse dostlar, videomuz buraya kadar. Kanalıma abone olun ki böyle daha pozitif olaq da gəlin düşün. Buraya sizlərə çik. Neyse bu cicləməni sizin üçün elə ha. Cicləyirəm də sizin üçün. Neyse. Elə bir ki Hüseyndən getməm bir şey göstəreyim. Elə bir ki mən belə uzanmışam, belə düşün. Hüseyndən çəkeyim. Elə ki mən belə uzanmışam belə elə. Və mənim göyüm. Ulduz yoxdur, sizə bir şey göstərəm mənə. Neyse dostlar. Gəl uzan və söyüş yaxşı. Allah, nəsə deşirim beni burada. Oya. Ya, neyse dostlar, videomuz buraya gidelim. Kanalıma abone olun ki böyle acayip göster. Neyse. Kanalıma böyle özde buranın bir dənə qəşəng təbiəti var. Yəni bəziləri deyə bilər ki, hərəkət tutar da məsələn. Neyse. Sağ olun. Ne diyeyim başka?